Bizim torpağın mənim şəxsimə təsir eləyirdi, komandaya təsir eləyirdi. Biz toplantı otaqlarının adlarını Qarabağın şəhərlərin adlarını vermişdik. Məsələn, əsas toplantı otağımızın adı son 30 ildə elə Xankəndi idi. İndi də Xankəndidir. Sonra Şuşa var idi. Yəni, Qarabağın rayonlarının adını bizim toplantı otaqlarına vermişdik ki, həmişə fikrimizdə qalsın, xatirimizdə qalsın. Birinci növbədə bizdə çox miqdarda bizim komandadan döyüşə gedən oldu, səfərbərliyə gedən oldu. 600-dən çox bizim işçimiz artıq Qarabağdaydı, Qarabağ döyüşünə cəlb olunmuşdu. Bu artıq məlum idi ki, bizim üçün vətən müharibəsidir. Və biz də şirkət olaraq çalışanların, müharibədə olanların artıq bir proqram şəklində evlərini ziyarət eləməyə başladıq. 12 əməkdaşımız şəhid oldu. Bir əməkdaşımız itkin düşdü. Sonra məlum oldu ki, o da şəhid olub. 13 əməkdaşımız şəhid oldu. Bugün üçün oba marketimizin 4 şəhidi var və marketlərin adını vermişik şəhidlərə. Hər marketin, 4 marketimizin adı şəhidlərin adınadır. Onların ailələrinin ilgisi var, ailələri ilə ilgilənirik. Şəhidlərimiz bu gün də işdə hesab olunurlar, onlar aylıq maaşlarını alırlar. Ondan başqa bizim 600-dən çox qazimiz var. Bunlarla iş aparırıq. Onların bir çoxların psixoloji problemləri var. Onların həkimləri ilə görüşünə təşkil edirik, psixoloji dəstək veririk. Daima diqqətimizdədir, yəni belə bir problem var. İstisna olaraq öz şirkətimlə birinci növbədə sorumluyam və şirkət daxilində onlara maksimum dəstək verməyə çalışırıq. Bundan başqa biz Qarabağ müharibəsi zamanı yük maşınları göndərdik. Bizdən hərbi belə bir istək istədi və biz bütün istəklərini qarşıladıq. 15-dən artıq yük maşını verdik. Onların 4-ü qayıtmadı maşın. Sonra bu şəkildə də biz iştirak elədik. Yəni sürücüləri ilə bir yerdə yük maşınlarını verdik. Yemək bu ayrıca dəstəkdir, o da olurdu. Amma bu yük maşınları hərbiyə lazım idi, hərbinin ehtiyacı idi. Məncə böyük ölçüdə şəxsi hisslərlə əlaqəlidir. Biz ora biznes kimi baxmırıq, amma baxmayaraq ki, biznes də normal gedir orada, onu da söyləyim, yəni, biznes də normal gedir, amma biznes olaraq ora biz girmədik. Biz bir şirkət olaraq orada işləyənlərə dəstək olaraq girdik, yəni orada çalışanlara qida ilə təmin eləmək lazım idi və biz də oranın rəhbəri ilə görüşdük, sürətlə onu elədik. Hətta Xankəndini, Azərbaycan son Xankəndini alanda belə, bizim oba maşın, 2 maşınımız 4 ay orada maşın üzərindən satış edib xidmət elədi. Biz yük maşınlarını verəndə savaş zamanı bizim buradakı dağıtımımıza yavaşıyırdı. İşimiz dayanırdı. Maşın az maşın deyildi, 15 maşın verdik və biz bilirdik ki, gün gələcək, bu bir tarix olacaq və biz istəyirdik ki, orada rolumuz olsun. Burada biznesimizi zəiflədə bilər, keçici olaraq işimiz zəifləyə bilər, amma bu işdə, bu Azərbaycanın haqq işində bizim şirkətində payı olmasını sadəcə biz yox, bütün komanda istəyirdi, sadəcə mən deyildim. Bütün çoxsaylı Veysəloğlu'nun əməkdaşları bunu istəyirdi. Əslində biz komanda olaraq Qarabağ müharibəsindən sonra, 2-ci Qarabağ savaşından sonra toplandıq şirkət rəhbərliyi olaraq və Qarabağın dirçəlişində necə iştirak elərik araşdırmağa başladıq. Yollardan biri o idi ki, biz özümüz şirkət olaraq orada müəyyən yardım işləri görək, amma bu professional olmayacaqdı. Yəni bizim bu sahədə təcrübəmiz yoxdur, biz marketçiyik, biz pərakəndəciyik, biz yardım işlərində çox da təcrübəli deyilik. Və araşdırma nəticəsində Qarabağ Dirçəliş Fondunu gördük, var. Onlarla görüşə getdik, tam biz istədiyimiz oldu. Yəni onlar planladılar, nə ehtiyacları var Qarabağın. Biz də məmnuniyyətlə o yardımlarda iştirak elədik və bugün də eləyirik və çox da şadıq ki, elə bir təşkilat var və bizim niyyətimizi onlar vasitəsilə biz həyata keçiririk. Bizim Fransa ilə şirkət olaraq elə bir əlaqələrimiz yoxdur. Amma sözsüz ki, beynəlxalq brendlərin bir çoxlarının biz Azərbaycan nümayəndəsiyik və onlarla da sıx bir əməkdaşlığımız var.
Elə bir hadisə olmadı ki, hər hansı bir brend bizə bu sahədə uyarı versin. Onlarla əməkdaşlıqlarımız indi də davam eləyir çox uğurlu şəkildə və onlar siyasətə qarışmamağı tərcih etdilər. Və bizə heç bir şəkildə uyarı olmadı. Biz Yaşad fonduna dəstək olduq. İndi Qarabağda Qarabağ Dirçəliş fondunun da bilgisi daxilində inşaatlar var. Orada iştirak eləmək istəyirik. İndi bir planımız var, məktəb inşaatı var. Onun üzərində çalışmalar gedir. Qismət olsa, bəlkə də o inşaatda biz aktiv iştirak eləyəcəyik. Yəni, var düşüncələrimiz. Hər bir Azərbaycanlı şirkət rəhbərinin fikrimcə marağı var. Məncə, hamısının marağı var. Qarabağ Azərbaycan üçün çox önəmli idi. Hər bir Azərbaycanlı üçün bir qürura çevrilmişdi artıq. Qarabağı biz azad eləyə bilməsəydik, bu gələcək nəsil onu azad etməli idi. Elə bir ki, biz üstümüzə düşəni gələcək nəsilə ötürəcəkdik. Bunu hər bir Azərbaycanlı 30 ildir bu şəkildə düşünür və çox xoşbəxtdik ki, biz bizim nəslimizin dövründə Qarabağı azad elədik, bunu gələcək nəsillərə buraxmadıq bu ağır yükü. Sözsüz ki, burada möhtərəm prezidentin rolu çox böyükdür. Amma bütün Azərbaycan xalqının ürəyindən keçən idi ki, gələcək nəsli bu problemlə üz-üzə buraxmayaq. Gerçəkdən də Heydər Əliyev söylüyürdü, azad eləyəcəyik. İlham Əliyev də hər dəfə söylüyürdü. Mən prezident kimi çox inanırdım İlham Əliyevə. Amma bu şəkildə sürətlə azad eləyəcəyimiz mənim üçün də böyük bir sürpriz oldu. Açıq söyləyim, yəni çox böyük bir sürpriz oldu. Və nələr görüldüyünü sonra bildim ki, hansı ağır bir iş görülüb və o işi və ümumiyyətlə Qarabağ azad olunandan sonra mən söz verdim ki, siyasət haqqında ümumiyyətlə danışmayacağam. Çox böyük sürpriz oldu. Belə tezliklə və belə sürətlə, hətta Qarabağın yox, Şuşan, Xankəndin azad olunması belə böyük bir sürpriz oldu. Onu da bu tezliklə mən təsəvvür eləyə bilmirdim.